Salam, mənim adım Nailədir, 22 yaşım var. İlk kitabımı birlikdə yazırıq, bölüm 13. Duman. Pis, 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 pis. Dino. Kız yerimden düş. Düş ben geldim. Git yukarı çık. Çık. Ay sağ ol. Baba indi gidip tam şeyde oturacağım. Bugünləri əslində heç modum yoxdur, amma bugün işləmək istəyirəm, işləyəcəyik birlikdə. Bilmirəm, yaxşı deyiləm. Ya yazdığım bölümlərdən dolayı da ola bilər. Modum o qədər aşağıdır ki, adamı aşağı salmaq istəmirəm. Heç kimi aşağı salmaq istəmirəm modunu. Amma bugün yaza biləcəyimə inanıram, çünki bugün sakit, səssiz gündür, ev günümdür, rahatam. Nəysə, birlikdə yazmağa başlayaq, görək nə olur, başımıza nə iş gəlir, bu gün nə yaşayacağıq. Dino. Ay Allah, yerim səni. Ay canım. Deməli, timerimizi başladırıq. Başla. Və saat 3-ün yarısıdır. Mən başlayıram. 3'e yarısına 10 dəqiqə qalıb. Neyse, başlayaq. Aslında iyiyim gerçekten. Bir kere özgür hissediyorum kendimi. Çapraz yatıyorum yatakta. Oh be diyorum, her şey tamamen benim artık. Canım ne isterse onu yapıyorum. Ama bazen bilhassa akşam olurken bir tuhaflık olmuyor değil. Deməli. 1 saat 11 dəqiqə, saatımız 15:32 və mən yazdım 1300 söz. İndi isə bölüm adı yazmalıyıq. Bölüm olaraq da daşın altındakı dünya olacaq. Biraz darin mövzusunu mən şey eləməmişdim, yazırıq elə daşın altındakı dünya. Mən darini yazmamışdım ki, necə giriş edilir falan. Onu indi yazdım. İndi sıfırdan yazmış oldum. Arasına qatmış ola bildim də. İndi şeyleri. Bu necə olmayı? Neyse. İndi isə davam edirik. 16-cı bölüm. Bunu publish edək, sonra digər bölümləri yazalım. Bunu da bir yerde publish edək. Yayınla. Publish sözünü qədər çox sevirəm. Əslində indi yayınla kimi türkçəyə çevrilib. Əvvəl publish idi. 29'una. İndi publish deyirəm mən də. Publish 10:45. Tamam. Getdi. Ne gelir en alta. Oy. Şimdi yeni bölüm açırıq. 17-ci bölüm başlayırıq. Bilmirəm ya, qəribə bir şəkildə çox hissizəm. Yəni nə bilim, modum yoxdur. Keyfimi keçdimi? Nə kədər var, nə xoşbəxtlik var, heç nə yoxdur da. Yəni içim belə çox hissizdir. Bilmirəm niyə. Amma yaxşı yazıram. Yaxşı gedirəm. Devam edelim. Burada mənim balam yatır. Duman. Yıxılacağım boyum. Patilerine bak bunun. Ya. Yuxusu gəlir. Kitablar çox xoşdur. Tam qaz dayanmadan 1 saat 47 dəqiqə. 1524 söz. Sükut arxivi. Bura Sükut adını da qoyduq. Sükut arxivi. Bu əslində kitabxananın adıdır. 1500 sözdə bu. 1300 də bayaq yazmışdıq. Elədi 2800 söz. İndi bunu da publish edirik. Kaydetdik. Yayınlayırıq ayın 30'una. Beş. Gitti. Hazır.
İndi isə dayanmadan yeni bölümə. 18-ci bölüm. Və 3 saata yaxında artıq. Saat 6 eşidir, 10 dəqiqə. Mən bir bölümü daha yazdım, 18-ci bölüm. 1534 söz oldu toplamda. Mən indi bu bölümə də ad verib publish edəcəyim. Bu bölümümüzün adı da Qurban verilən şərəf. Yazırıq qurban verilən şərəf. Bu da 1500 söz. Toplamda 4300 söz elədik 3 saatda. 4300 söz. İndi bunu da publish edək. Sonra biraz dincəlmək istəyirəm. Başım biraz ağrıyıb. Sonra yenə davam edəcək. Bugün istəyirəm bitirək. İnşallah bitirərik. Bir yerdə bitirəcəyimizə inanıram. Bitirəcəyik məncə də. Və mən hələ də mutsuzam. Bayaq bir döyüş yazdım. Döyüş mənə tamamilə belə aşağı saldım. Neysə, publish edək. Növbəti bölümümüz də belə görsənir. Buradakı döyüşü istəmədim, yarımçıq qoyum ona görə. İndi yayınlayırıq. Daha sonra mart ayı 31-dən də 31 olsun. 10:45. Çox yorğunam. Bilmirəm, yaxşı deyiləm. Yaxşıyam mı, pisəm onu da bilmirəm. Publish. Və getdi. 18-ci bölümümüz də beləcə tamamlandı. 19'u açırıq, qalır. Belə. İndi isə gedim biraz dincəlim, sonra gəlib qaldığım yerdən davam edəcəm. Timerdə dayandırırıq. Mən gəldim. Deməli, saat 9'un yarısıdır. Başlayırıq. Qaldığımız yerdən başlayıq. Elə davam edirik. 19-cu bölmə yazmaya başlayıram. Mən bura keçən kimi yanıma gəlir. Dəftər kitabın üstündə yatır. Yerim qız səni. Səni gözəl, səni şəkər, qız. Can. Bayaqdan heç bir yana gəlmirəm. Mən bura gələn kimi gəlir yanımda yat. Yat, yaxşı dəymirəm. Mən də yazım. 3 saat 25 dəqiqə. Saat 9 tamamına az qalıb. Bugün okula geç kalacağız. Deməli 19-cu bölümü də tamamladım işıq düşməsə. 1415 söz. İndi buna da ad yazmalıyıq. Ad yazmalıyıq. İndi onu da tapım. Neysə adını şey yazırıq. Dumana da oxuyuruq. Duman. Özünə necə baxır. Da baxmadı. Sən tanıdın. Kimdir? Ha? Çaya baxır. Adını yazırıq. Luviyada sonbahar. Həqiqətən də sonbahardır. Mutlu günlər artıq gerdə qalıyor. Bunu belə qoyanda öz-özünə dönür elə bir deyəsən. Dumana odaqlayır. Luyada sonbahar yazdıq. Bu belə. Bayaq neçə yazmışdım. 4300, 1400 söz. Toplam 5700 söz olur bugün çərçivəsində. Sant yazmıram əslində, yəni normalda yazsam heç belə yazmaram. Sadəcə şeydir, indiyə qədər yazdıqlarım üstündə işləyirəm. Bunu bəlkə də bir 50 dəfə demişəm, amma yenə deyirəm. 5700 söz. İndi davam edək. Bunu publish edək, sonra növbəti bölümə. Növbəti bölümün adını yazmışam. Növbəti bölümün isə adı Luviyanın deyəsən. Növbəti bölümün adını indidən yazmışam. Luviyanın la sükutu olacaq. O da bəllidir nəyə görə. İndi getdi yazmağa. Publish edək. Və publish ediyoruz. Bunu da ayın 1-inə. Bir dəqiqə kaydetmədi deyəsən.
adımız niye görsənmir? Kaydet. Aha, kaydetti. Daha sonra yanına ayın 1'i 4. ay 2026 10:45. Bunu da elədik və bu. Bu da publish oldu və indi keçirik 20-ci bölümümüzə. Ən üzücü bölümlər geliyor. Getdim. Luvia'nın Love Sükutu bölümünü də çeylədim, bitirdim. 1500 söz, 600-500. Bu bölüm məni məhv elədi. Bir çox şey dəyişmədim onsuz da, yəni olduğu kimi qaldı. Çünki çox içdən yazmışdım. Bəzi cümlələri falan dəyişdim. İndi bunu da bir yerdə publish edək. Kaydedək. Yayına. Bunu da ayın 2-sinə. Deməli 2-04 10:45 buradan və planlaya basırıq. Beləcə 20-ci bölümümüz də getdi. İndi yeni bölümü açırıq. 21-ci bölümə başlayırıq. Bu bölüm məni məhv etdi. Musiqi ilə qulaq asırdım. Çox incə yerlərimə toxundu da, yəni sanki başqa biri yazmış kimi oxuyurdum özdə. Başqa biri kimi oxuyub nələr düzəltsəm düzəldərdim kimisindən də. İndi 21-ci bölümdəyik. Görək indiyə qədər hələ nə qədər yazmışıq. Yarını keçmişik, yəni yazdığımın yarısını keçmişik. Nə qədər qalıb bilmirəm. Görək. İndi 21 yazaq. Artıq oldu 5 saat. Saat isə 11-in yarısı. 1452 söz. Option 1500 söz yazdım. Toplam 8700 söz edir. Bölümün adını yuxu və şəfa arasında yazıram. Bölümü bitirməyi düşünürdüm, amma şəfa söhbəti burada olmadığı üçün şəfanı da buraya yazacağım. Yəqin ki bu bölüm çox olacaq. Nəysə. Yəni bu bölümün davamını yazaq, sonra bitirək. Bəli, mən gəldim təzədən. 5 saat 42 dəqiqə oldu. Danışa bilməmə yorulmuşam. Saat isə 12:15 dəqiqə. Artıq 6 saat olur. Və mən tamamladım. 3223 yuxu və şəfa arasında olan bölümümüz budur. İlk və tək uzun bölümümüz bu ola bilər. Çünki burada həqiqətən də yuxu və şəfa arasında olan bir temadır və mənə ən dərindən incidən, təsir edən deyim, nə deyim bilmirəm day. Elə bir şeydir. Neysə, publish edək bir dənə bunu. Bunu ayın neçəsini edəcəkdir. Bu boyda ikisinə, bu üçünə edirik. Deməli, kaydetmişik. Planlayırıq. Ayın 3-04 Ben niye görmürəm? Publish. Bu getdi. Ən uzun bölümümüz 21-ci bölümdür. 21. İndi buranı açırıq, 22-ci bölümə başlayacaq. Belə də bir şey var ki, danışım biraz. Bir dakika. Belə də bir şey, o yolla nə gündə. Yəni, necə demə, ən belə üzgün bölümlər deyə bilir. Həqiqətən danışmağı bacarmıram, mən çox yoruluram. Və keçən dəfə bir söz oxumuşdum hətta ki, fikir vermişəm ki, o qədər məlumat öyrənirəm, o qədər hər şeyi oxumağa çalışıram. Niyə danışanda bu qədər dilim, ağzım dolanır, danışa bilmirəm də, yəni. Birdən yorulanda tamamilə ləhcəyə keçirəm, ləhcə ilə danışıram.
Sözlərimin hamısı qarışır. Onsuz mənim ana dilim Azərbaycan dili deyil, işarət dilidir. Mən Azərbaycan dilini sonradan öyrənmişəm. Yəni işarət dilinə daha yatqınam, belə deyim. Ona görə əl hərəkətlərim dayanmır. Nəysə, sözüm bunda deyildi. Nə deyəcəkdim? Ya sonra oxudum, öyrəndim ki, məyər bizim beynimizdə bütün oxuduğumuz məlumatlar depolanırmış və onların hər birini biz istifadə edirmişik də. Və beynimizdə o qədər sözlər var ki, hamısını istifadə edə bilmirmişik falan kimisindən də bilmirəm də təsəllidir yoxsa bəhanədir nəysə. Yəni mən çox yorulanda belə oluram və mən daim yorğunam. Çünki çabalayıram ancaq bir şeylə etmək istəyirəm. Nəysə, yuxu şəfa arasındakı bölümdə məni ən incidən bir bölümlərdən biridir. Bir budur, bir də gələcəkdə olacaq. Bunun üstündə də 22-ci bölümü indi yazıram. Nəysə, səhərkindən daha enerjikəm, düzdür, amma biraz bilməm niyə beləyəm, qəribəyəm. Bəlkə də bölümlərin ağırlığı üstümə düşür, o da olmuş ola bilər. Və mən durğu işarələrinə falan fikir verdim ki, çox da fikir vermirmişəm. Yəni bunlar bitəndən sonra lap axırda bir də durğu işarələrinə dönməli olacağam. Çünki bəzi hissələrdə baxıram ki, bəzi şeylər 2 dəfə yazmışam, bəzi şeylər düzgün yazmamışam. Onları düzəldə şey eləyirəm. Amma şey eləsəm də alınmır da, yəni nəsə getmə. Obşim, indi 22-ci bölümdəyik. Hələ yazdıqlarım bitməyib. Bugün istəyirəm yazdıqlarımı bitirəm. Ümumiyyətlə bu bölüm yazdıqlarımızı bitirək və rahatlaşaq. Sonra isə yazmağa təzədən davam edək rahat. Təzədən deyəndə, yəni davam edək. Təzədən yoxdur bunun üzrə. Çünki bu boyda söz yazmışıq və bu yazdığımız bütün bölümlərin toplam nə qədər söz olduğunu da deyəcəm. Hələ ki 22-ci bölümdəyik. İndiyə qədər 10.400 söz yazmışıq. 6 saatda 10.400 söz yazmışıq. Davam edirik. Və saat 12. Bir bölümü daha tamamladım. Bölümümüzün adı 2 qardaş, bir ruh. Tam elə bölümüdür. Yazdığımız söz sayısı 1000 söz. Harasa 11.400 söz yazmışıq indiyə qədər. Və 7 saata keçirik. 7-ci saatımız olacaq. Dedim, publish edək bir yerdə. Sonra mən davam edim. Çox da təsdirmədən. Bayaqki ayında 3 idi. Bu 4 olacaq. 10.45'e alırıq. Bəli, getdi. Artıq 23-cü bölümdəyik. Nə qədər hissəni yazmışıq. Yəni şeyin bu hissəsində yarısından çoxunu yazmışıq. Çox az bir qismi qalıb, bura qalıbdır. Görək çatdırsam bu günə çox əla olar. Davam edirəm yazmağa. Mən gəldim. Artıq saat 1-in yarısıdır. 7 saatimiz tamamlanır. Bir bölümü daha bitirdim. 1600 söz yazdım. Bu bölümümüzün də adı Xarabalıqda adı olmayan tanış. İndi bunu publish edim. Ayın 5 üçün bir yerdə edək. Və mən bugünü bitirməliyəm. Çünki qutarmıyor. Yəni qutarmayacaq. Bugün nə qədər eləsəm də qutarmayacaq. Yorulmaqdansa sabah daha yaxşı ağılla daha çox yazmaq. Məncə. Sizcə? İndi mən publish eləyirəm. Getdi. Ay, başım ağrıyır. Çox yoruldum biraz. Devam et. Neçənci bölüm oldu bu?
Və 24-cü bölümü yazacağıq. 23-də bitdi. 23-ymüş bitən. Hisslərimi ifadə edəm. Hisslərimi ifadə edə bilməm. Çox yorğunam həqiqətən də. Acam. Bugün ama 7 saat çalıştık. Uzun zamandır çalışmırdım bu kadar. Ya çalışırdım ya, ara çok verirdim de. Bugün ara bir dəfə verdim. Ondan sonra yenə oturdum da masa başına. 7 saat işlədim. Hisslərim qəribədir. Çünki bugün qəribə hiss edirdim. Yaxşı değildim. Ama indi yaxşıyam. Derdim ki bu bölümü bitireceğim. Ama bitmedi. O kadar asan değilmiş. Bitiremedik. Yani kaldı sabaha. Ama bir yerde 13.000 söz yazdık bir günde. 13.000 sözün üstünde işledi. 13.000 söz. Yani asan değil de yani. Başım ağrıyor. Neyse. Son bir intikam qalıb, onu da qutarım. Bölümün sonuna gəldiyi növbəti bölümlərdə görüşək. Hələlik.